Arkadaşlar bir dənə baxın, sarayda yaşayanlar, at saxlayanlar. Belə bir yerə iki evin arasıdır. Baxın, belə bir yerdir. Bir dənə at girib bana, qabağı da var. Nə birdən çıxartmaq olur, nə də bir şey. Yazıq heyvan özün əzibi püskündədir. Necə düşməyib qaqaş, bax belə bir yerdir. Bax görürsünüz, aradı bura bax. Bu da evin qabağıdır. Bax gördünüz, bu da iki evin arasıdır. Ot oradan gəlib, burada pavorotdur. Burası çox elsiz yerdir. Buradan girib, qalıb burada. Bunda qabağı bağlıdır. At da dala çıxa bilmir burada. Mümkündür. Bunun da eni çox ensizdir. 50-60 santim olmayadır. Paylaşdığım at barıda insan arasında bulunan gözünün üstünü çıxartdılar. Kömərliğine çıxartdılar. Ya çekinən Allah Muhammed Yalvaha qardaşlar. Ya Allah, ya Allah, ya Allah. Bu at da çıxdı qardaş. Yara çıxdı. Bak görürsünüz.